Sabahınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində onların barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edəcək və növbəti baxış iclası keçiriləcək. Biz ASTV komandası olaraq ilk gündən məhkəmənin ilk hazırlıq iclasından bütün məlumatları izləyirik və tamaşaçıların diqqətinə çatdırırıq və bilirik ki, bu məhkəmə iclası hər kəsin diqqətindədir və çünki burada Ermənistan 35 il ərzində Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində xalqımıza və ölkəmizə qarşı törətdiyi çoxsaylı cinayət əməlləri bu prosesdə araşdırılır. Hazırki saatlarda olan məlumatlar isə ondan ibarətdir ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Kartunyan, Baku Sakyan, Arkadiy Qukasyan və digərləri artıq məhkəmə binasına gətiriliblər və iclas salonuna daxil olublar. Hazırda isə zərərçəkənlər məhkəmə binasına tədricən daxil olurlar. Prosesdə həmçinin həm zərərçəkənlərin, həm də təqsirləndirilən şəxslərin vəkilləri iştirak edir ki, onlar da artıq məhkəmə iclasındadır. Hazırki mərhələdə Azərbaycanın mülki vətəndaşlarına qarşı terror aktlarının törədilməsi fəsli üzrə araşdırmalar aparılır. İş üzrə qeyd edək ki, çoxsaylı sənədlər, subutlar, faktlar keçir. Onlar məhkəmə iclasında tədricən təqdim olunur və tədqiq edilir. Video materiallar, fotomateriallar nümayiş etdirilir. Həmçinin bu 35 il ərzində həm 1-ci Qarabağ müharibəsi dövründə, həm 2-ci Qarabağ müharibəsi dövründə, həm də bu iki müharibə aralığında müddətdə Azərbaycana, xalqımıza qarşı törədilmiş çoxsaylı terror faktları, terror hadisələri, terror cinayətləri məhkəmə prosesində araşdırılır və bu hadisələrdən zərər çəkənlər iclasda ifadə verirlər. Proses qeyd etdiyimiz kimi açıq keçirilir. Ermənistan vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, deportasiya, soyqırımı, muzluluq və digər maddələri ilə təqsirli bilinirlər. Onların hər biri iki müdafiəçi ilə təmin olunub. Eyni zamanda xatırlatma aparaq ki, onlar həm də ifadələrini, fikirlərini rus və erməni dilində sərbəst ifadə edirlər. Bunun üçün də onlara hər iki dildə tərcüməçi ayrılıb. Prosesdə olduqca çoxsaylı zərər çəkənlər keçir bu cinayət işi üzrə. Onların da bir qismi iclaslarda iştirak edirlər. Biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə söz studiyada, mərkəzdə sizdədir.